Oktyabr ayı üçün ulduzların ən güclü təsirini alan və ən çox şans qazanacaq bürcləri qeyd edirəm. Şir oktyabrda Şir bürcü üçün həyat yeni fürsətlər açır. Uğur həm iş, həm də şəxsi həyatda yanında olacaq. Ən kiçik addımlar belə böyüyə bilər. Məsləhət, cəsarətli olun. Başladığınız işdən geri dönməyin. Tərəzivay tərəzilər üçün balanslı və uğurlu dövrdür. Maliyyə və şəxsi münasibətlərdə yeni fürsətlər yaranacaq. Ətrafdan dəstək artacaq. Məsləhət, qərar verərkən öz ürəyinizə qulaq asın. Əqrəblər oktyabrda güclü transformasiya yaşayacaq. İtirilmiş imkanlar geri dönə bilər. Şans gözlənilməz anda açılacaq. Məsləhət, keçmişi buraxın, yeni başlanğıca yönəlin. Oğlaq, uğurlar daha çox iş və karyera sahəsindədir. Planlarınızın reallaşması üçün əla ay olacaq. Şanslı təsadüflər yolunuzu aydınladacaq. Məsləhət, daha çox ünsiyyət qurun, fürsətləri əldən verməyin. Balıq, bu ay balıqların istəkləri gerçəkləşə bilər. Gözlənilməz şans, yeni tanışlıq və daxili güc sizi irəli aparacaq. Məsləhət, sezgilərinizə güvənin, onlar sizi doğru aparacaq. Oktyabrın ümumi enerjisi dəyişikliklərə açıq olan, cəsarətli və ümidli bürclərin yanında olacaq. İstəyirsiniz sizin bürcünüz üçün ayrıca oktyabr şans proqnozu da yazın? Buğa, oktyabr ayında Buğa bürcünün şansı daha çox maliyyə və şəxsi münasibətlərdə görünəcək. İtirdiyiniz bir fürsət yenidən qapınızı döyə bilər. Ətrafdan dəstək görəcək, gözlənilməz gəlir və ya müjdəli xəbər ala bilərsiniz. Xüsusilə ayın ikinci yarısı sizin üçün daha işıqlı olacaq. Məsləhət, səbrinizi qoruyun və gələn imkanları vaxtında dəyərləndirin.